Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə birlikdə 5-ci sinif KSG 5 variant A və B suallarını birlikdə işləyək. Əvvəlcə birinci sualdan başlayaq. Parça üzərində təsvir nə adlanırdı? Qoblin dedi ki, xovsuz, divar xalçası və divarda istifadə olunurdu. Batka isə parça üzərində təsvirdir, yəni B variantı. Vitraj nədir? Şüşə üzərində təsvirdir. İkinci sual. Hansı variantda Azərbaycan klassik rəssamları verilmişdir? Tokay Məmmədov, Paul Cézanne, Henri Matisse. Paul Cézanne və Henri Matisse modernist rəssamlardır. Tokay Məmmədov isə klassik rəssamdır, yəni A variantı. Üçüncü sual. Bişirildikdən sonra təmiz ağ rəngdə olan hansı keramika növüdür? Terrakota bişirilmiş, qovrulmuş, yandırılmış torpaqdır. Çini farfor isə təmiz ağ rəngdə olurdu bişirildikdən sonra, yəni B variantı. Saxsı fayansı isə üzərinə şir çəkilirdi. Dördüncü sual. Bişirilmiş, qovrulmuş torpaq nə adlanırdı? Bayaq dedik ki, bişirilmiş, qovrulmuş, sarı yaxud da ki, qırmızı gil məmulat nə olurdu? Terrakota, yəni A variantı. Malika nədir? Bişirilir və üzərinə şir çəkilirdi. Çini farfor nədir? Bişirildikdən sonra təmiz ağ rəngdə olurdu. Beşinci sual. Kəlbətin maqqaşlar hansı müasir dekorativ tətbiqi sənətdə istifadə olunan alətdir? Metalda hansıdır? Döymə, tökmədir. Şüşədə isə, yəni hul şüşəsinin mənası necədir? Şüşə fürmə emalatxanası deməkdir və burada da kəlbətin, naqqaş, qayçıdan istifadə olunurdu, yəni B variantı. Altıncı sual. Hansı heykəl Zakir Əhmədova aiddir? Muğam, Şahzadə Cavadxan. Cavadxan xanla Əhmədovun heykəl olmuşdu. Heykəl nədən hazırlanırdı? Bərk materialdan. Şahzadə heykəli isə Daşin İmdakovun heykəli olmuşdur. Muğam isə Zakir Əhmədovun olmuşdur, yəni A variantı. 7-ci sual. Şahzadə heykəli metalın hansı növü ilə işlənilmişdir? Döymə, tökmə və cızma. Şahzadə heykəli döymə ilə deyil, tökmə ilə istifadə olunurdu. Tökmə necədir? Yəni qaynar məhlulu qəlibə tökülürdü və soyuduqdan sonra isə həmin qəlibin forması alınırdı. 8-ci sual. Hut sözünün mənası nədir? Hut sözü şüşə emalatxanası deməkdir. Yəni burada bu emalatxanada şüşələr üfürülürdü, qaynar vəziyyətdə və istənilən formaya salınırdı. Xovsuz xalça nə adlanırdı? Qoblin. Parça isə batika adlanırdı. Yəni burada cavab olacaq A variantı. 9-cu sual. Gildən hazırlanan məmulat nə adlanırdı? Gildən hazırlanan məmulat keramika adlanırdı və insan tərəfindən yaradılan iç süni materialdır. Ofort nədir? Metal üzərində cızma deməkdir. Ksilografiya isə ağac üzərində oymadır. Burada cavab olacaq B variantı keramika. 10-cu sual. Müasir dekorativ tətbiqi sənətinin hansı növünün vətəni Çin hesab olunurdu? Şüşənin vətəni haradır? Qədim Çində istifadə olunurdu, yəni A variantı. Qoblin isə Fransada mövcud olmuşdu, yəni Fransa daha çox məşhur idi. Nəbati ornamentin vətəni haraydı? Qədim Misir. Çünki qədim Misirdə bitkiləri sitayiş olunurdu. Buna görə də nəbati ornamentin vətəni haradır? Qədim Misir. 11-ci sual. Metal və mamut sümüyündən yaradılmış heykəl hansıdır? Mamut sümüyü, yəni qədimdə buz dövrünü yaşamış, qədim heyvanların sümüyündən hazırlanmış heykəl idi və hansı heykəl olmuşdur? Şahzadə heykəli. Şahzadə heykəli hansı heykəl daşındı? Daşin İmdakovun metal və mamut sümüyündən yaratdığı heykəl olmuşdur. Yəni B variantı. 12-ci sual. Əl və üfürmə üsulu ilə hazırlanmış növ hansıdır? Qoblin nədir? Xovsuz, divar xalçası deməkdir. Batika isə parça üzərində təsvir deməkdir. Şüşə isə necə hazırlanırdı? Yəni şüşədə əl və üfürmə üsulu ilə hazırlanaraq istənilən formaya salınırdı. Batikada isə necə idi? Parça üzərinə müxtəlif rənglərdən istifadə edərək rəsm çəkilirdi. 13-cü sual. Burada 12-də olacaq. Deməli 12-də olacaq cavab nə? Batika. Deməli 12-də cavab olacaq nə? Şüşə. 13-cü sual. Bir rəngin müxtəlifliyi nə adlanırdı? Çalar bir rəngin müxtəlifliyi deməkdir. A variantı. Kolorit isə rəng uyğunluğu deməkdir. Rəng və rəng uyğunluğu, yəni rənglərin bir-birinə uyğunluğu deməkdir. Təzad isə ziddiyyət əks mənasında işlənilirdi. 14-cü sual. Metalın tökmə üsulu haqqında danışın. Tökmə üsulu necə istifadə olunurdu? Bayaq dedik ki, əridilmiş qaynar məhlul qəlibə tökülürdü və soyuduqdan sonra isə həmin qəlibdən çıxarılırdı və qəlibin formasını alırdı. 15-ci sual. Metalın bədii döymə üsulu haqqında danışın. Qızmar metalı deməli sobadan çıxarılaraq istənilən formaya salınırlar ki, onu döyülürdü. Sonra isə istənilən formaya salınırdı. 16-cı sual. Cil qab rəsmini çəkin. Bu da deməli 10 ballıq sualdır.
A variantı bu qədər. B variantı birinci sual. Muğam heykəli metalın hansı növündə işlənilmişdir? Muğam heykəli metalın tökmə üsulunda istifadə olunmuşdur. Tökmə nədir? Yəni əridilmiş mum, əridilmiş məhlul qəlbə tökülürdü və həmin qəlbin formasını soyuduqdan sonra çıxarılıb alınırdı. Döymə isə döymə vasitəsilə adının deyildiyi kimi döyülərək istənilən formaya salınırdı. Cızma üsulu isə istənilən formaya, yəni istənilən bir qəlbin cızması alınaraq onu cızılaraq istənilən formaya salmaq mümkün idi. İkinci sual. Tökmə üsulunda hansı üsuldan istifadə olunurdu? Tökmə üsulunda metal döyəclənirdisə, əgər döymə üsuludur. Xüsusi qəlbə tökülürdüsə, bu olacaq tökmə üsulu, yəni B variantı. Cızılırdısa, burada da adından deyildiyi kimi cızma üsulundan istifadə olunurdu. Üçüncü sual. Hansı variantda hut alətləri verilmişdir? Maqqaj, rezervuar, şüşə, borucuq. Şüşə, borucuq və rezervuar batikada istifadə olunurdu, ancaq hut alətləri maqqaj idi. A variantı. Dördüncü sual. Terakota nədir? Qovrulmuş torpaq, qoruyucu məhlul, qranit. Qranit heykəltaraşlıqda istifadə olunan material idi. Qoruyucu məhlulu isə şir idi. Yəni qabların üzərində şir çəkilirdi ki, onu qorusun. Qovrulmuş torpağı isə terakot adlanırdı. A variantı. Beşinci sual. İnsan tərəfindən yaradılan iç süni material nədir? İnsan tərəfindən yaradılan iç süni material keramik olmuşdur. Keramika nədir? Cildən hazırlanan müxtəlif qablara deyilirdi. Altıncı sual. Hansı variantda Azərbaycan təsviri sənətinin klassikləri verilmişdir? Deməli, klassiklər kimlər olmuşdur? Baxaq. Vasili Kandinsky və Albert Dürer modernistdir. Tağı Tağıyev isə Azərbaycan klassikləri hesab olunurdu. B variantı. 7-ci sual. Xovsuz divar xalçası nə adlanırdı? Batika dedi ki, parça üzərində müxtəlif boyalarla işlənilən təsvirdir. Vitraj isə şüşə üzərində təsvirdir. Vitraj üzərində də müxtəlif boyalardan istifadə etmək mümkündür. Ancaq qoblen isə xovsuz divar xalçası adlanırdı. Yəni C variantı. 8-ci sual. Parça üzərində təsvir nə adlanır? Dedik ki, vitraj nədir? Şüşə üzərində müxtəlif boyalarla çəkilən təsvirdir. Qoblen nədir? Xovsuz divar xalçası, yəni divarda istifadə olunurdu. Batika isə parça üzərində təsvirdir, yəni C variantı. 9-cu sual. Təsvir sənət əsərlərinin nümayiş olunduğu məkan nə adlanırdı? Ekspozisiya nədir? Həmin muzeydə nümayiş etdirilən məmulatların sırayla düzülüşüdür. Eksponat isə muzeydə nümayiş etdirilən məmulatdır. Bədii qalereya isə təsvir sənət əsərlərinin nümayiş olunduğu məkandır. Yəni C variantı. Müəllif məhsulu nədir? Müəllif məhsulu rəssamın gərgin, inadcıl əziyyət nəticəsində yaradılmış məhsuldur. 11-ci sual. Şahzadə heykəli hansı materialdan yaradılmışdır? Şahzadə heykəli metal və mamut sümüyündən yaradılmışdır. Mamut sümüyü nədir? Buz dövründə fil sümüyünə bənzər, qədimlərdə mövcud olmuş heyvanın sümüyündən istifadə olunmuşdur. Yəni A variantı. 12-ci sual. Hansı müasir dekorativ tətbiqi sənət növünü üfürərək yaratmışdılar? Batika dedi ki, parça üzərində təsvirdə onu üfürmək mümkün deyil. Qoblen nədir? Xovsuz divar xalçasıdır. O da divardan asılırdı. Bunu da üfürmək mümkün deyildi. Ancaq şüşəni isə sobada bişirilirdi və onu şüşə üfürmə imalatxanasında üfürərək istənilən formaya salınırdı. C variantı. 13-cü sual. Batikanın neçə növü bölünür? Batika əslində iki növə bölünür. Soyuq batika, qaynar batikadır. Soyuq batikada şüşə borucuqlar vasitəsilə istifadə olunurdu. Ancaq qaynar batikada isə adından deyildiyi kimi mumu tünddən açığa prinsipinə uyğun keçirilərək istifadə edilirdi. Deməli, burada cavab olacaq B variantı. 14-cü sual. Qoblen haqqında bildiklərinizi yazın. Qoblen dedi ki, nədir? Xovsuz divar xalçasıdır və divardan asılardı və çubarlığında rəmzi sayılardı. Orta əsrdə də bir çox sarayları bəzəmişdir. 15-ci sual. Batika haqqında bildiklərinizi yazın. Batika dedi ki, nədir? Parça üzərində təsvirdir. Yəni boyalar vasitəsilə çəkilən təsvir olmuşdur və iki növə bölünürdü. Qaynar batika, soyuq batika. Qaynar batikada mumdan istifadə olunurdu. Mis, şüşə, rezervuar alətlərindən istifadə olunurdu. Ancaq soyuq batikada isə şüşə borucuqlardan. B variantı bu qədər.